Alqışlayaq. Xoş gəlmişsən. Həmişə sən gələsən, əyləş. Görsən ki, oxşayırlar. Oxumağım var. Oxumağı yoxdur. Yəqin oynamağı var. Həqiqətən elə bil ekiz qardaşına çox oxşatdım. Cavanlığı. Məktəbli vaxtında. Yeni yetməlik dövr. Ay baba, niye onun olmallah şükür 15 yaş olayı olmuyor. Что вы говорите? Yeni yetmə dövrü. Ben cavan 15 yaşım var. Cavandı, yeni yetmə dövrü. O cavan deyil. Yeni Yenə yetmə canım, də o biraz cavan. fərqli var da. Ben deyirəm 12 yaşım var. Favoritlərdən biri də 12. sənsən. Hadi buluğa çatmamış. Favoritlərdən biri də sənsən. Heç yolda sən deyirlər ki, sən oxşayırsan bir yerdə, mikrofonu götür. Bəli, çox oxşadırlar. Hətta mən bir çox yerdə Mirələm müəllimin sənətkarını çox sevirlər deyə, ona danışa bilmirlər, əlaqə saxlaya bilmirlər. Elə olur ki, məsəl üçün valideynlər yaxınlaşır ki, oğlum onu çox istəyir. Onlar görüntülü yığaq onunla danışasınız. Danışıram məsəl üçün. Mirələmin yerindən görüntü sən danışasan. İnanır da, uşaq inanır, sevinir. Sən də yəqin ki, danışmır. İcazə vermir. Mən ağarım, xahiş edirlər ki, Sən də danışırsan. mən görüntülü açır, mən görürlər də onlar ki, elə Ayşə, orada vurğularda deyən ki, mən plagiatam, əsli deyiləm də. Ya elə eləmə, doğrusunu de də deyilən, mən filan kəsəm. Valideyn elə istəyir. Valideyn istəyir. Başa düşürəm, düz deyil. Axı sən bir ələmin adından, bax, indi ayıq qulaq as da mənə. Amma- İndi sənin öz danışıq tərzin düzgün deyil o. Bax, sən indi, məsələn, bir ələm deyilsən, düzdür? Oradakı insanları birinci aldatmaq, indi o da yəqin ki, indi kimələrsə deyəcək, oturublar, tutaq ki, bir 5 İndi nəfər. valideyn öz uşağını aldadırsa, bu yazı uşağın... O Allah'ın özü bilər, bu yola getməsinlər. O yola Yo, getməsin. indi insan, uşaqlar olur da, bəzən o uşağın Erkək. könlünü alır. Danış, otur. Demir yox. Amma orada vurğula ki, mən bir ələm deyiləm də, yəni. Onu oxşarıyam. Valideyn bir elə ələm istəyir deyil, də, amma mən uşağı uşağa aldatmaq- valideyn elə istəyir. Pulla eləyirsən bunlar, yoxsa Xeyr, havayı? xeyr. Bax, çarpıyın Düzündür. görürsünüz, özünü ev alıb Bir də oxşarlar. Mirələndə mən nəyi müşahidə eləmişəm, üzə demək olmasın. Çox maraqlıdır. Bir çox oğlan və qızlarda, bugünkü oğlan və qızlarda olmayan abır həya var. Hayatdan danışır, görürəm necə qızarır, başa düşürsən, o səviyyədən, insan səviyyəsindən irəli gələn şeydir. Mənim qardaşım... Sənəti ilə şəxsiyyətinin Gənc, vəhdəti. gənc sənətkar qardaşım. Həmişə bu sevməsin, abrı Allah həyanı canı sağ saxla olmasın. ginən millət arasında hörmətin olacaq. Çünki millət xoşlayır abrlı gəzən insanları, həyalı gəzən insanları. Çox təşəkkürlər, var olasınız, çox sağ olun. Demək, səni də biz qəbul eləmişik, favoritlərdən biri də sənsən. İnşallah. Qalib gəlsən bir ələm, birinci yer tutsa tutaq ki, oxşarların şousunda. Necə olacaq? Ya sevinərsən buna, yoxsa bu başdan belə ki, bunu ümumiyyət itirim buradan. Mən çox sevinərdim ki, mənim də uşarım olsun. Nəsə gördüm, xoş gəlmədi elə bir şey. Nəsə üzüldün elə bir. Sadəcə tam dəqiq bilmədim. Yəni deyirəm kimsə tutalım əgər danışırsa, onu yəni demək lazımdır ki, Hətta mən də onu vurgulamışam, mən deyil də, yəni ki, onu oxşar yəni. Tam dəqiq bilmədim. Yəni deyirəm kimsə tutalım əgər danışırsa, onu yəni demək lazımdır ki, Hətta mən də onu vurgulamışam, mən deyil də, yəni ki, onu oxşar yəni. vurgulamaq lazımdır. O Yəni insanları aldatmaq ola bilər, olmaz. məsələn, sən cümlə quruluşunda danışıq, məsələn, leksiyonunda müəyyən nələrsə ola bilər, digərlərin niyə bilsin ki, yəni ki, bu mürəyləndi yəni. Birdən ağıllı uşaq çıxdı, dedi ki, bir oxu mənim üçün, nə ola, xahiş eləyirəm Nə sizdən. deyəcəksən? Nə olacaq? O mütləq vurğulasınlar. Əşi, onu da fonogrammanı orada qoyar, bir özü oxuyur. Hazırlıqlı, onu öyrədirik, el gecəli. Valla indi 20-ci əsrdə hər şey üçün, buyurun doktor. Əlbəttə biz də onu vuruladık ki, zarafatla da olsa belə aldatma olmaz. Mənli deyil də o. Şəkil də bəli, çəkdirəndə, hə, şəkil də Olmuş deyil, günah Bir yolda analarına. şəkil çəkdirirlər mənlə, Mirələm kimi də, yəni şəkil də çəkdirirlər. Nəsə, Allah işvəl əvac versin, səvr-batlar demişkən, qardaş. Biz səni qəbul eləmişik, seçim turunda ən son gündə səni dəvət eləyəcək. Seçildin sən, amma yenə də deyirəm ki, favoritlərin içində sən də varsan, sənə də çox səs gəlib.